Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs-evi Tədris Mərkəzinin əməkdaşıyam. Biz Kapital Bank ilə birlikdə Azərbaycan məktəblərində Dəyişiklik Səndən Başlayır layihəsini həyata keçiririk. Bu layihə məktəblərdə olan bullyinqə qarşı mübarizəyə həsr olunub. Növbəti vebinarımızın mövzusu qeyri-fiziki bullyingdir. Qeyri-fiziki bullyinqi aşkarlamaq çətindir. Hətta aqressor çox vaxt nə etdiyini başa düşmür. Kənardan qeyri-adi heç nəyin baş vermədiyi görünə bilər. Ancaq zorakılıq yoxdur. Gözlə görünən münaqişələr müşahidə edilmir. Şagirdlər ünsiyyət qurur, bir-biri ilə zarafat edirlər. Bəzən sinif yoldaşları haqqında uydurulmuş hekayələr danışırlar. Bəzən kobudluğa yol verirlər. Başlanğıcda qurban belə hiss edir ki, ona qarşı kobudluq normaldır. Axmaq görünməyim deyə, yəqin ki, deyilənləri qəbul etməliyəm. Daha sonra qurban vəziyyətə nəzarəti tamamilə itirir. Ona elə gəlir ki, bütün dünya ona qarşıdır. Ətrafdakı insanlar bir qayda olaraq heç nə hiss etmirlər. Hər aqressiya isə bullying deyil. Əgər uşaq bütün sinif yoldaşlarına qarşı aqressiv davranır, təhqir edir, incitməyə, pis vəziyyətə salmağa və ya provokasiya etməyə çalışırsa, bu bullying deyil, konkret bir uşağın aqressiv davranışıdır. Qeyri-fiziki bullyinqi dayandırmaq üçün onun müxtəlif təzahür formalarını bilmək lazımdır. Bəzən uşaqlar bir-biri ilə zahirən zərərsiz görünən zarafatlar edirlər. Lakin çox vaxt bu sözlər ağrıya səbəb olur. Əgər mütəmadi şəkildə bu davam eləyərsə, şagird buna ağrılı reaksiya verirsə, çox güman ki, bullying halından söhbət gedir. Baş verənlərin normal münaqişə yoxsa adi mübahisə olub-olmadığını, əməlin qəsdən törədilib törədilmədiyini müəyyən edin. Xüsusilə uşaqların bir-birlərinə qoyduqları ləqəblərə diqqət edin. Təcrid olunmuş hala düşdükdə biz mənfi emosiyalar palitrasını, yəni qəzəbdən tutmuş, özümüzdən şübhə etməyə qədər fərqli hisslər keçiririk. Kövrək uşaq psixikası üçün reaksiyanın olmaması birbaşa siqnaldır. Sən mövcud deyilsən, ona görə də boykot, cəza növü kimi çox təsirlidir. Eyni səbəbdən bu, qurbanı intihar düşüncələrinə də sövq eləyə bilir. Əgər onlar üçün mən mövcud deyiləmsə, bəlkə mən ümumiyyətlə mövcud olmamalıyam. Yəqin ki, uşaqların bir-birinə belə sözlər dediyini eşitmisiniz. Biz ki, dostuq, bunu eləmirsənsə, demək ki, bizdən deyilsən və s. Bu, manipulyatorların markerləridir. Manipulyasiya metodlarını isə nəzərdən keçirək. Emosional kontrastlı duş, yəni sevirəm, nifrət edirəm. Sən maraqlısan, sən darıxdırıcısan, sən yaxşısan, sən pissən və s. Tərkibində ziddiyyətli mənalar, duyğular, istəklər olan istənilən mesaj. Qurban mesajın mənasını təxmin etməyə və səhv etməməyə məcbur qalır. Bu, özünə inamı sarsıdır. Mesajda hansı mənanın düzgün olduğunu manipulyator özü müəyyən eləyir və məqsəddən asılı olaraq onu bir neçə dəfə dəyişə bilər. Qurban rolunu oynayan aqressor. O kimdir? O, başqasının hərəkətləri və istəkləri səbəbindən özünü çox pis hiss etdiyini iddia edən şəxsdir. Kiçik tiran uzun müddət günahkarlıq hissi üzərində oynayır. Onun qurbanı çox tez və demək olar ki, hiss olunmadan kuklaya çevrilir. Kiçik tiranın əzab çəkməməsi üçün hər şey etməyə məcbur olur. İttihamçı qurbanını utandıran zəifliklər üzərində oynayır və ya qurbanın özünü günahkar hiss etdiyi hərəkətləri bilir. O, qurbanın inamsızlığından istifadə edir və baş verənlərə münasibətdə öz qiymətləndirməsini ona təlqin edir. Qurban aqressora güvənir və onun razılığı üçün nə desə etməyə hazırdır. Elə bir illüziya yaradır ki, sanki o hər şey eləyə bilər.
Uşaqlar və yeniyetmələr bir çox hallarda bu cür təsirə qarşı dura bilmirlər. Ümumilikdə lider fiquru özünü çox yaxşı hiss edir. Kollektivdə baş verənlərə görə şəxsi məsuliyyətdən azad edir. Əxlaq və etika haqqında zəif formalaşmış fikirləri müdafiə etməkdənsə tabe olmaq daha asandır. İstənilən situasiya və ya fakt şantaj obyektinə çevrilə bilər. Uzunmüddətli şantaj isə dağıdıcıdır. Hətta intihar cəhdlərinə qədər gedib çıxa bilər. Çünki qurban artıq daimi hesablaşma vəziyyətində yaşaya bilmir. Qurban gözündə böyütdüyü aqressor tərəfindən yaradılmış qorxu və utanc səbəbindən kömək istəmir. Uşaq əmindir ki, ətrafdakılar onu anlaya və ona kömək eləyə bilməzlər. Müəllim ümidini itirmiş qurbanla bullinqlə mübarizə aparma imkanı arasında körpü rolunu oynaya bilər. Gəlin sinifdə bullinq əlamətlərini nəzərdən keçirək. Qeyri-fiziki bullinqin əsas əlamətləri. Konkret şagird və ya şagirdlər tərəfindən şifahi aqressiya səviyyəsinin artması. Aşağılama. Cavab reaksiyası almaq üçün provokasiya. Dolayı əlamətlər. Potensial bullinq qurbanının davranışında dəyişiklik. Uzun müddət davam edən depressiya vəziyyəti. Davranışın sakitdən aqressivliyə doğru kəskin dəyişməsi. Şagirdin səbəbini izah edə bilmədiyi hərəkətlər. Tək qalma arzusu. Akademik göstəricilərin pisləşməsi. Tez-tez xəstələnmələr. Dərsdən yayınma. Müəllimin birbaşa suallarına cavab vermək istəyinin olmaması. Kollektivdə az nəzərə çarpan əlamətlər. Kiçik qrupların yenidən təşkil olunması. Tez-tez baş verən münaqişələr. Konkret bir şagirdə qarşı etinasızlıq. Onun suallarına cavab verməmək və ya susmaq. Müəllimin nə baş verdiyini öyrənmək cəhdlərinə qarşı əlbir susqunluq. Qurban. Qurbanın davranışı bullinq zamanı müxtəlif mərhələlərdə dəyişir və bir neçə mərhələdən keçir. Mərhələlər bullinqin növündən və intensivliyindən asılı olaraq daha sürətli və ya daha yavaş keçə bilər. Əgər qurban dərhal müqavimət göstərməyibsə, o mərhələləri tədricən keçəcək. Uyğunlaşma. Qurban özünü inandırır ki, dəhşətli heç nə baş vermir. Aqressorlar onu digər uşaqlardan ayırmır və zorakılıq təsadüfən olur. Qurban aqressorları razı salmağa, onların qrupunun bir hissəsi olmağa çalışa bilər. Müqavimət istənilən formada cavab aqressiyası ilə başa çatır. Beləliklə qurban zahirən sakit görünən, heç kimi narahat etmədiyi bir vəziyyətdə aqressor kimi də görünə bilər. Güzəşt. Qurban aqressorlarla danışıqlar aparmağa, aqressiyanın səbəbini başa düşməyə və vəziyyətdən çıxmağa çalışır. Bu mərhələdə manipulyasiya və məcbur etmə tam gücü ilə inkişaf edə bilər. Məyusluq. Qurban mövcud vəziyyətin qaçılmaz olduğunu başa düşür və mübarizəni dayandırır. Uzun sürən apatiya, kəskin psixi reaksiyalara və ya intihar düşüncələri və hərəkətlərinə səbəb ola bilər. Bu mərhələdə qurbanın təcili yardıma ehtiyacı var. Müəllimin vəzifəsi sinifdə sağlam atmosferi bərpa etməkdir. Qeyri-fiziki bullinqlə işləyərkən müəllimlər tez-tez aşkar olmayan zorakılıqla qarşılaşırlar. Səbəbləri tapmaq daha çox vaxt və diqqət tələb eləyir. Sinifdə şifahi aqressiya görsəniz, onu dayandırın. Müəllimin mövqeyi aydın və birmənalı olmalıdır. Diqqəti hərəkətlərə yönəldin, konkret şagirdlərə yox. Münaqişəni daha da pisləşdirməyin və onun həll yollarını axtarın. Yazıqlıq hissini oyandırmağa çalışmayın. Bu, qurbanı daha zəif və köməksiz hala sala bilər və vəziyyəti daha da dərinləşdirə bilər. İzah eləyin ki, şifahi aqressiya zorakılıq formasıdır və yol verilməzdir. Alternativ yollar təklif eləyin. Əgər münaqişə varsa,
onun sivil həlli yolları da olmalıdır. Dərsdən kənar vaxtlarda insidentin bullyingin bir hissəsi olub-olmadığını öyrənin. Mühüm olan həm qurbandan, həm aqressordan, həm də kənar müşahidəçilərdən məlumat toplamaqdır. Qurban müəllimin dəstəyinə ehtiyac duyur. Uşaqlar bu vəziyyətdən çıxa bilmirlər. Şagirdlə danışın, ona izah eləyin ki, baş verənlər onun günahı deyil. Siz onun tərəfindəsiniz və bullyingin davam etməsinə imkan verməyəcəksiniz. Ona danışmaq imkanı verin. Bullyingin nə qədər vaxtdır davam etdiyini, kimlərin bu işdə iştirak etdiyini və bu şagirdlə kimlərin yaxşı münasibətlərinin olduğunu öyrənin. Şagirdə sizə etibar edə biləcəyini və ona kömək edəcəyinizi bildirmək vacibdir. Emosional bullying, boykot, aşağılama, etinasızlıq, dedikodu, cəza tədbirləri ilə həll olunmur. Şagirdləri ünsiyyəti kəsdikləri şəxsə qarşı mehriban olmağa məcbur etmək olmaz. Ən yaxşı halda bu qurbanı ana uşağı və ya şikayətçi vəziyyətinə salacaq və saxta mehribanlıq olacaq. Bullyingi dayandırmaq üçün effektiv metodlardan biri də ittiham etməməkdir. Deməli, bu metod aqressorları, qurbanı və şahidləri problemlərin həllinə cəlb etməyə əsaslanır. Gələcək işinizdə bullyinglə iş alqoritmindən istifadə eləyin. Problemə sahib çıxın. Bullyingə qarşı mübarizə işinin təşkili üçün məsuliyyəti öz üzərinizə götürün. Çox vaxt böyüklər əlacısız olduqlarını deyir və ya zəmanədən şikayətlənir, tərbiyəni əsas gətirir ya da məsuliyyəti psixoloqlara, valideynlərə, məktəb rəhbərliyinə ötürürlər. Zəmanəni və tərbiyəni dəyişdirmək mümkün deyil. Amma konkret insanlara kömək etmək mümkündür. Psixoloqu əməkdaşlığa dəvət edin. O, qrup birliyini qiymətləndirə və zərurət yaranarsa, hər kəslə fərdi olaraq işləyə bilər. Valideynlərlə əlaqə qurun. Onlar baş verənlərdən xəbərdar olmalı və sizin təşəbbüsünüzü dəstəkləməlidirlər. Peşəkar məsləhət üçün həmkarlarınıza və məktəb rəhbərliyinə müraciət etməkdən qorxmayın. Onlar sizə faydalı peşəkar məsləhətlər verə və dəstək ola bilərlər. Hadisəni adlandırmaq lazımdır. Uşağı qəsdən ağladırlarsa, razılaşdırılmış və sistematik şəkildə ona sataşıb, onun əşyalarını əlindən alır və ya korlayırlarsa, onu itələyir, çimdikləyir, döyür, aşağılayır, ona qarşı aşkar şəkildə etinasızlıq edirlərsə, Rəşad Həsənovun sinif yoldaşları ilə münasibətləri yaxşı deyil demək yersizdir. Bunun adı bullyingdir, zorakılıqdır. Əgər baş verənləri öz adı ilə adlandırmasanız, heç nə əldə eləyə bilməyəcəksiniz. Bu hadisəni uşaqların özləri üçün adlandırmaq da eyni dərəcədə vacibdir. Uşaqlar bir çox hallarda nə etdiklərini dərk etmirlər. Onlar bunu, biz onu lağa qoyuruq, biz belə oynayırıq və ya biz belə zarafat edirik kimi başa düşürlər. Ancaq bu oyun deyil. Oyun hamının əyləndiyi, hər kəsin könüllü şəkildə iştirak etdiyi bir prosesdir. Bu, zarafat da deyil. Zarafat edilən şəxs də daxil olmaqla hamının güldüyü prosesdir. Uşaqlar bunu böyüklərdən eşitməlidirlər. Onların əməlinin isə bullying və zorakılıq olduğunu, bunun yol verilməz olduğu dilə gətirilməlidir. Bullyingə bir mənalı qiymət verin. İnsanlar görünüş, milliyyət, reaksiyalar, maraqlar baxımından çox fərqli ola bilərlər. Amma bu, bir-birini incitmək üçün heç bir halda səbəb deyil. Bullyingi qrupun problemi kimi müzakirə edin. Bunu başa düşdüyünüzü və buna göz yummayacağınızı dilə gətirin. Bullyingi kollektivin xəstəliyi kimi qeyd edin. Zəhərli ünsiyyət üsulları infeksiya kimi yayılır və bütün kollektivi zəhərləyir. Gəlin müalicə olunaq və profilaktika keçirək.
Bu, baiskarlara simalarını qorumaq və ən azı qrupun qayğısına qalan müsbət lider rolunu sınamaq imkanı verəcək. Və ən önəmlisi, bu qurbanlar, zorakılıq edənlər və şahidlər arasında qarşıdurmanı aradan qaldıracaq. Hamı eyni mövqeyə malikdir və ümumi problemi həll edir. Uşaqlara mənəvi dəyərləri aktivləşdirmək və seçim haqqı vermək lazımdır. Əgər uşaqlar müəllimin rəsmi tələblərini sadəcə qəbul etsələr, nəticə olmayacaq. Məsələn, uşaqlardan bullinqə verdikləri töhfələrini qiymətləndirmələrini xahiş edin. 1 bal. Mən heç vaxt bu işdə iştirak etmirəm. 2 bal. Mən bəzən bunu eləyirəm, amma sonra peşman oluram. 3 bal. Zorakılıq eləmişəm, edirəm və eləyəcəm. Bu əla bir şeydir. Qoy hamı eyni vaxtda özünə neçə bal verdiyini əl barmaqları ilə göstərsin. Adətən heç kim özünə 3 bal vermir. Qiymətləndirmə ilə razı deyilsinizsə, bunu heç bir halda ifşa eləməyin. Yox, sən əslində bullying eləyirsən. Əksinə, belə deyilə bilər. Şadam ki, heç biriniz bullyingi yaxşı hal hesab eləmirsiniz. Hətta bunu törədənlər belə sonradan peşman olurlar. Bu əladır. Demək ki, biz bu sinfi sağalda bilmişik. Qrupda müsbət ünsiyyət qaydalarını formalaşdırın və razılığa gəlin. Uşaqlarla ünsiyyət qaydalarını kollektiv daxilində formalaşdırın. Məsələn, heç birimiz məsələni yumruqla həll etmirik. Heç birimiz bir-birimizi alçaltmırıq. Biz kiminsə incidildiyini görəndə buna sakit baxmırıq. Bunun qarşısını dərhal alırıq. Hər bir qaydaya görə ayrılıqda səs verilir. Daha yaxşı olar ki, hər kəs bu qaydaları icra edəcəyinə dair imza atsın. Müsbət dəyişiklikləri dəstəkləmək. Bullying problemini həll etməyə çalışan yetkin şəxs mütəmadi olaraq soruşmalıdır. İşlər necədir? Nə alınır? Nə alınmır? Necə kömək edə bilərəm? Siz tamaşalar səhnələşdirə, nağıllar tərtib edə, sağalma xronikası haqqında kollajlar hazırlaya bilərsiniz. Kollektiv nüfuzlu yetkin şəxsin davamlı marağını görməli və bullyingə qarşı mübarizəni ümumi iş kimi qəbul etməlidir. Müsbət məqsədlər özünüzü ifadə etmək üçün bir fürsətdir. Harmoniyanın hakim olduğu kollektivdə lider və tabe tərəf kimi ciddi rol fərqləri olmur. Biri yaxşı şəkil çəkir, biri yaxşı zarafat edir, digəri yaxşı qol vurur, bir başqası yaxşı oyun icad eləyir. Bayramlar, müsabiqələr, istedadın nümayiş etdirilməsi, gəzintilər, ekspedisiyalar, komanda oyunları, təhsildə uğurlar. Bu fəaliyyətlər nə qədər rəngarəng və düşünülmüş olarsa, uşaqların özünü ifadə etmə imkanları bir o qədər çox olar və zorakılığa daha az ehtiyac duyarlar. Beləliklə, növbəti vebinarımız başa çatdı. Diqqətinizə görə təşəkkürlər. Zəhmət olmasa videonun altında sizi bu mövzuda maraqlandıran suallarınızı verin. Ən aktual sualları cavablandırmaqdan məmnun olarıq. Videolarımızı bəyənin və paylaşın. Görüşənədək hələlik.